onlarla növü olan və mövsümün ən çox tələbat olan qidalarından biri olan balıqlardan danışacağıq bugün. Necə seçildiyindən, qiymətindən və faydalarından. Bəli, havaların soyması balığa tələbatın yüksəlməsi deməkdir. Statistikaya görə ötən il ölkədə tutulmuş və ovlanmış balıqların ümumi miqdarı 67.299 tondur ki, bu da son 25 ilin ən yüksək göstəricisi hesab olunur. Balığa olan tələbat sözsüz ki, boşuna deyil. Onun tərkibindəki omega-3 yağ turşuları ürək-damar sistemini qoruyur, beynin fəaliyyətini gücləndirir. Zülal və minerallarla, həmçinin D vitamini ilə zəngin olan balıq sümük və əzələ sağlamlığına müsbət təsir göstərir. Bəs bazarda balığın qiymətləri necədir? Sakinlər qiymətlərdən razıdırlarmı? Farel balığı, bir də somon balığı götürdüm. Qiymətlər yaxşıdır. Keçən il müqayisədə demək olar ki, eyni qiymətdir. Satıcılar da müştərilərin qiymətlərdən razı qaldığını deyirlər. Bol çeşidin olması tələbatı daha da artırır. Naxçıvan sudakı var, farel var, qızıl balıq var, ağ balıq var, dara da var, Türkiyədən gələn çupra, sazan olur, belamur olur, xanı balığı olur. Hələlik gələn balıqlar bunlardır. Qiymətlər olur ki, farellər 12 manat, 13 manatadır. Sudaklar da 15 manatdır, Naxçıvan sudakı. Mingəçevir sudakı gəlir 16-ya, 15-ə, 14-ə, o da razmerinə 12-yə də var, 13-ə də var. Sonra qızıl balıqda Norveçin. Başı üstündə 30 manatdır, təmiz əti 35-34 manatdır. Ağ balıqdır ki, 33 manat, 32 manatdır, təmiz əti. Amma kəlləsi üstündə 25 manatdır. Balığı seçməyin özü də xüsusi diqqət tələb edir. Onun təzə olduğunu bilmək üçün bəzi məqamlara fikir vermək lazımdır. Balığı yoxlamaq üçün ilk növbədə balığın barmağı qoyursan üstünə. Görürsünüz, köhnə balıqda əzilir, balıq elə bil içəri yatır. Görürsünüz necə bərkdir. İkinci budur, qulağına baxırsan, qırmızılığına. Üçüncüdə balığın qulağına iy verirsən. Balıq başdan iylənən bir şeydir. Əgər iy vermirsə, belki təzədir. Bir dənə də dördüncü budur ki, balığın demək, iç sümüyü yoxdur, baxın, çıxmasın, bərk olsun. Əsas bunlar, bu 4 dənəni bilən, yəni təzə balıq ala bilər. Bu donmuş balıqdır, məsəl üçün. Sveç balığın gözü, görürsünüz, batmayıb, şəffafdır. Donmuş balığın gözü buz dəyib, batmış şəkildədir. Bu Türkiyədən gəlir, bu balıq dondur. Yəni bu balığın üstünə əlbi bassan batma ehtimalı var, çünki bu buzlanmış balıqdır. Balığı seçdiyi aldıq. İstifadə edənə qədər hansı şəraitdə saxlanılmalıdır? İthal olunmuş məhsulların keyfiyyətinə əminlik üçün onların mütləq gəldikləri ölkədən, ölkəmiz sərhədinə daxil olan zaman onlar ithal sağlamlıq akti ilə təmin olunur və bu zaman laborator analiz əsasında onun sağlamlığına, keyfiyyətinə zəmanət verilir. Çox vaxtı da bu məhsullar 0 və müsbət 4 dərəcə Selsi aralığında soyulmuş temperaturda və 0-18 dərəcə Selsi olan donmuş temperaturda ithal olunur. Məhsulları əldə etdikdən sonra onlar ev şəraitinə gətirilir. Əgər həmin gün istehbaç olunacaqsa, yaxşıca yuyulub, təmizlənib istehbaç olunur, yox olunmayacaqsa, təmizləndikdən sonra təmizlənmiş şəkildə və ya diri halda dərhal uzun müddət saxlamaq üçün dondurucu və ya qısa müddət saxlayarsa soyucu temperatur əlavə olunmalıdır. Düzgün seçilmiş və qaydalara uyğun saxlanılmış balıq həm dadlı, həm də sağlam qidalanmanın vacib hissəsidir. Sağlamlığımız isə bizim ən böyük xəzinəmizdir.